Hörmətli izləyicisi, Hövsan Midəkinə üzböyüz, Maşıqların düz xəttindən 1 dəqiqəlik məsafədə. Bizim ofisin yanından. Bir dənə 4 otaqlı, başlı 4 sota yaxın torpaq sahəsi olan həyətlərin təqdimatına gəlmişəm. Mərkəzi kanal sistemi var, onu da qeyd edeyim. Göstəreyim, Hövsan Midəkinə ilə üzböyüz. Burada Midə 1-dir. Mərkəzi yoldan 1 dəqiqəlik məsafədə. Həyətimizə daxil olan kimi belə bir geniş həyətimiz var. Rahat 2 dənə, 3 dənə maşın rahatlı şəkildə həyətə daxil olur. Biraz tamamlanma işlər gedir. Həyət biraz səliqəsiz, üzüllü sayılır. 3 sot yarımdan çoxdur torpaq sahəsi. Bu da evimizin üz görünüşü. 4 otaqlı həyət evidir. Tam təhvil veriləcək. Hal-hazırda tamamlanma işlər gedir. Evin sağına keçid var, soluna keçid var, bitişik deyil. Bura qarajdır. Hal-hazırda tamamlama işləri gedir. Evin altında da tikilib şkatırı vurulub, hazır vəziyyətdə. Başlı bir otaq buradadır. Köməkçi otaq, bir otaq. Burada balaca desk kimi istifadə etmək olar. Burada zal kimi, yer spalni kimi. Yəni 4 otaq üstdədir, 3 köməkçi otağı da aşağıdadır. Çox gözəl, yeri də qəşəngdir. Evin sağından soluna və arxasından keçidi var. Hal-hazırda 14-15 daşda kürsülüdür. Yeniden qeyd edirəm. Hövsan Midəkinə ilə sosial binalarla üzböyüz. Buradan baxanda görsənir. Məhəlləsi də çox gözəldir, səliqəli məhəllədir. Gedək evimizdən tanış olaq. Evə daxil olan kimi belə bir geniş koridor sistemimiz yerləşir. Hal-hazırda laminatı vurulub, aboy bir də qapıları qalıb. Patologlar qəşəng işıqla işlənilib. Antikvar. Bura evin zal hissəsidir. Belə bir geniş zalımız var. Sanitar qovşağa yaxınlaşırıq. Tamamlama işləri gedir. Hazır aksesuarlar qoyulub, təhvil veriləcək. Burada qəşəng ev sahibi düzəldib ki, hamam çıxında suda yer tökülməsin. Metla vurulub. Sonra bir dənə geniş burada yataq otağımız yerləşir. Yeni qeyd edirəm. Tamamlama işlər gedir, az qalıb ki. Bir dənə aba bir qapılar. Burada da bir dənə geniş yataq otağımız yerləşir. Bir dənə də burada yataq otağı yerləşir. Bir də qeyd edirəm. Evimiz 3 sot yarımdan çoxdur torpaq sahəsi inşa edilib. 4 otaq, 3 köməkçi otaq aşağıda.